Hörmətli müsəlmanlar, bugün Ramazan ayının ən fəzilətli gecələrindən biri olan birinci Qədir gecəsidir. Bu müqəddəs gecələr haqqında Allah Teala Quran-ı Kərimdə Qədir surəsində bu gecənin 1000 aydan daha xeyirli olduğunu buyurur. Bu aylərdən də göründüyü kimi Qədir gecəsi 1000 aydan üstün tutulmuşdur və bu gecə ərzində mələklər yer yüzünə enərək Allahın rəhmət və bərəkətini nazil edirlər. Ramazan ayının 19, 21 və 23-cü gecələri Qədir gecələri hesab edilir. Bu gecələrin hər biri bərəkətlidir. Lakin 19-cu gecə müqəddimə, 21-ci gecə əhəmiyyətli və 23-cü gecə isə ən əsas Qədir gecəsi kimi qəbul edilir. Bu gecələrdə xüsusi əməllər yerinə yetirilir. Bu gecə başlanmaq üçün qusul almaq tövsiyə edilir. Bu qusul həm maddi, həm mənəvi təmizliyə işarədir. İmam Cafər Sadiq əleyhissalam buyurur ki, Qədir gecəsində qusul almaq günahların bağışlanmasına səbəb olar. Bu gecə nafilə və müstəhəb namaz qılmaq çox savabdır. Xüsusilə 2 rükətdən ibarət olan namaz qılmaq tövsiyə edilir ki, hər rükətdə Həm surəsindən sonra 7 dəfə İxlas surəsi oxunur. Namazdan sonra 70 dəfə istiğfar edilməlidir. Bu gecənin ən mühüm əməllərindən biri də Quran-ı Kərimi başa qoyaraq dua etməkdir. Şiə məzhəbində bu ibadət xüsusi əhəmiyyət daşıyır. Quran-ı Kərim başa qoyularkən bu sözlər deyilir. Bu duaları oxuyaraq Allahdan bağışlanma və mərhəmət diləyirik. Bu gecə günahlardan tövbə etmək və Allahdan bağışlanma diləmək üçün ən münasib zamanlardan biridir. Peyğəmbər sallallahu əleyhi və səlləm buyurmuşdur. Qədir gecəsində günahları bağışlanmayan kəs böyük bir zərərə düçar olmuşdur. Xüsusilə Cəfşan-ı Kəbir duası, təvəssül duası, Kumeyl duası və Qədir gecəsinə aid olan dualar oxunmalıdır. Bu gecə sədəqə vermək, ehtiyac sahiblərinə yardım etmək, valideynlərə yaxşılıq etmək və qəlbi qırıq insanları sevindirmək çox savablıdır. Əziz möminlər, biz bu mübarək gecənin qədrini bilməli, onun fəzilətlərindən faydalanmağa çalışmalıyıq. Qədir gecələri həyatımızı dəyişdirmək, günahlardan tövbə etmək və Allahın rəhmətini qazanmaq üçün böyük bir fürsətdir. Allah ibadətlərinizi qəbul etsin.